Təhsil müəssisələrinin akkreditasiyası qaydası dəyişib. Akkreditasiya üçün toplanılan bal həddi aşağı indirilib. Belə ki, Nazirlər Kabineti təhsil müəssisələrinin akkreditasiyası qaydalarında dəyişiklik edib. Dəyişikliyin təfərrüatını bağlantıda olan əməkdaşımız müsahibi ilə birlikdə diqqətimizə çatdıracaq. Hər vaxtın xeyirli olsun Rəqsanə, buyur söz səndə. Salam, vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi ümumi təhsil müəssisələrində akkreditasiya qaydalarında dəyişiklik edilib və təbii ki, bu da ilə Nazirlər Kabinetinin müvafiq göstərişi ilə baş tutub. Eyni zamanda bir məqamda qeyd edim ki, akkreditasiya qaydaları ilə bağlı, yəni bu imtahanla bağlı ballar da aşağı enib. Daha təfərrüatlı informasiyalı isə hazırda qonağım Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovdan alacaq. Xoş gördük Tural bəy. Buyurun, detalları sizdən eşidək. Xoş gəlmişsiniz. Təbii ki, mövzuya ayırdığınız zamana və diqqətə görə təşəkkür edirik. Mən qısaca bir dəqiqləşmə aparım ki, bu təkcə ümumi təhsil müəssisələrinin akkreditasiyasını özündə ehtiva etmir. Bu məhz Nazirlər Kabinetinin 2010-cu ildə qəbul etdiyi 167 nömrəli akkreditasiya qaydalarına dəyişikliyi özündə ehtiva edir. Başqa sözlə, bu bütün təhsil pillələri üzrə akkreditasiyanın həyata keçirilməsi ilə əlaqədar normativi tənzimləyir və məhz dünən Nazirlər Kabineti səviyyəsində bu qaydalara dəyişikliyi özündə ehtiva edən mühüm məqamlar öz əksini tapmışdır və nəticə etibarilə məlumunuz Təhsildə Keyfiyyət Təminatı Agentliyi dövlətin verdiyi mandat əsasında təhsil müəssisələrimizin akkreditasiyasını həm institusional, həm proqram səviyyəsində həyata keçirir və son illər həyata keçirilən akkreditasiyanın təhlili göstərmişdir ki, bu sahədə bəzi dəyişikliklərin etmə zərurəti yaranır və sözsüz ki, akkreditasiya prosesində bu dəyişikliyin irəli gəlməsi nəticə etibarilə anlaşılandır. Dünya təcrübəsində də bu şəkildə həyata keçirilir. Belə ki, müvafiq dəyişikliyə əsasən ümumi göstəricilər 76% və üzəri olduğu təqdirdə əvvəlki qaydalara əsasən bu əsasən uyğundur kimi dəyərləndirilirdi və ali təhsil müəssisələrimizə növbəti 5 il üçün fəaliyyət göstərməli şəhadətnamə təqdim olunurdu. Hazırki yeni qaydalara əsasən bu göstərici 70 və üzəri olaraq müəyyənləşdirilmişdir və belə ki, 70 və üzəri 70-74% nəticə göstərən müəssisələrə münasibətdə bu əsasən uyğundurdur. 84, 85 və 100 üzəri nəticə göstərənlər münasibətdə uyğundur kimi dəyərləndiriləcəkdir. Amma burada önəmli bir məqam təkcə faizin yuxarı və aşağı qaldırılıb və endirilməsindən getmir. Sözsüz ki, burada önəmli məqam tədrisin təşkilinə münasibətdədir. Belə ki, müvafiq akkreditasiya qaydalarında və akkreditasiya meyarlarında nəticə etibarilə təhsil müəssisəsinin məhz tədrisin təşkilində və təlimin təşkilində göstərdiyi fəaliyyət dəyərləndirilir və bu mənada daha konkret tənzimləmə müəyyənləşdirilmişdir. Belə ki, mütləq mənada təlim və tədrisin təşkilində təhsil müəssisəsinin göstəricisi 70% və üzəri olmalıdır. Bu, əgər 70% və 65% çərçivəsində tənzimlənərsə, təhsil müəssisəsinin təkrar akkreditasiya zərurətini görmüş olacaq və düşünürük ki, bu mənada daha konkret olaraq tədrisə diqqəti cəlb etmək və təhsil müəssisələrimizin məhz tədris üzərindən performansını dəyərləndirmək daha vacib element kimi göstərilib. Yox, əgər bu göstəricisi təlim və tədris istiqaməti üzrə 65%-dən aşağı olarsa, akkreditasiya etməmək qərarı veriləcəkdir. Bu mənada sözsüz ki, təhsil müəssisələrimizin akkreditasiyasını həyata keçirilməsi, onların məhz daha da təkmilləşdirilməsi kontekstindən ciddi bir qiymətləndirmə alətidir və düşünürük ki, təhsil müəssisələrimiz bunu cəza deyil, daha çox dəstək kimi dəyərləndirməlidir və təbii ki, agentlik olaraq bizim də missiyamız məhz nizamnamədən irəli gələrək təhsil müəssisələrimizdə daxili keyfiyyət təminatının daha da gücləndirilməsinə xidmət etməkdir və sözsüz ki, bu istiqamətdə də biz şərəflə və qürurla öz missiyamızı həyata keçiririk. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir daha xatırladım ki, təhsil müəssisələrində akkreditasiya qaydalarında dəyişiklik edilib. Eyni zamanda ballar da, qəbul balları da bir qədər aşağı salınıb. Elə daha təfərrüatlı informasiyanı da ilə qonağım Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovdan almış olduq. Çatıra biləcəklərimiz bu qədərdir. Söz yenidə sizdədir. Təşəkkürlər Rəqsanə, sənə və Tural bəyə minnətdarlığımızı bildiririk. Davam edək.